Salam uşaqlar, bugün yeni video ilə qarşınızdayım. Deməli, bu günlərim sizə riyaziyyatı necə öyrənmək lazımdır, mən riyaziyyatı necə öyrənirəm, necə mənimsəyirəm, bunlardan danışacağıq. Deməli, ilk öncə bilirsiniz ki, bir mövzuya başlamağa, yəni başlayarkən, hər hansı bir mövzunu işləməyə başlayarkən bu mövzu tam mənimsəmək lazımdır. Yəni bilmək lazımdır ki, burada hansı düsturlar, hansı misallı məsələ, hər şey bilmək lazımdır. Yəni ondan sonra artıq testə keçdikdə siz heç bir çətinlik çəkməyəcəksiniz. Riyaziyyatın izahlarını məsələn, əgər hazırlar gəlirsə hazırlıq müəllimimizdən yox, getmirsinizsə evdə məsələn Nicat Bağışzadədir, Süleyman Bağırov kimi müəllimlər var. Məsələn, izah eləyirlər bütün mövzuları. Onların izahlarına baxaraq mövzunu mənimsəyə bilərsiniz. İzaha baxdıqda özünüzün bir qayda dəftəri olsun. Riyaziyyat qayda dəftəri. Bu mənim riyaziyyat qayda dəftərim. Açırsınız o qayda dəftərini, o izaha baxırsınız. Məsələn, hansı qaydanı önəmli görürsünüz? Ümumiyyətcə, çalışın hər şeyi yazın. Yəni orada nə deyilirsə, izahda nə deyilirsə, çünki izahda hər halda ki, lazımsız bir şey deyilməz. İzahda nə deyilirsə, hamısını çalışın dəftərinizə yazın. Məsələn, qaydalarda, düsturlarda, hər şeyi yazın dəftərinizə. Ardından isə mövzunu, yəni bağlayın videonu da, bitirdinizsə əgər. Videonu da bağlayırsınız, ümumiyyətcə dəftərinizi örtürsünüz. Sanki qarşınızda başqa biri varmış kimi o mövzunu danışmağa başlayırsınız. Tutaq ki, tam cəbri ifadələr mövzusu, eləmi? Siz bunu bugün öyrəndiniz, bu günlərim siz bunun izahına baxdınız və qaydalarına yazdınız. Sanki gəlib sizdən başqa soruşur ki, ay nə bilim, kimsə, filan kəs, mənə bu mövzunu izah edə bilərsənmi? Siz onu, yəni izah eləyəcək dərəcədə yaxşı bilməlisiniz ki, testə keçəsiniz. Yəni onu izah eləyə biləcək dərəcədə olmalısınız. Yəni o bir deyim var idi ki, əgər izah eləyə bilmirsənsə, demək ki, sən heç özün də bunu yaxşı qavramamısan. Yəni özün izah eləyə bilməlisən. İzah elədikdən sonra isə, yəni izah eləyirmiş kimi elədikdən sonra keçirsiniz testə, topludan işləmək lazımdır. Toplu, yəni bitməlidir. Hər iki birinci hissədə, ikinci hissədə bitməlidir deyə düşünürəm. Həqiqətən də bu belədir. Çünki dimin vəsaitidir də, bu toplu dimin vəsaitidir. Bunu işləməlisiniz, bitirməlisiniz və çalışın ki, o topluda məsələn natural ədədləri 50 dənə sual varmı? 50-sini də işləməyə çalışın. Çünki imtahana o topludan da sual düşə bilər. Topludakı sual eyni sizə düşə bilər. Ona oxşar da düşə bilər. Məsələn, rəqəmləri fərqli verir, amma qeydişat eyni də ola bilər. Ona görə də hər bir sual tipini işləməyə çalışın. Məsələn, niyə bir sualı işləyə bilmədiniz? Onun izahına baxın. Bilirsiniz ki, topluda məsələn iki sual oxşardır. Tutaq ki, yəni birini verir, o birisini onun oxşar verir. Bu ard-arda da ola bilər. Bu beşə misaldan sonra da onun oxşarını vermiş ola bilər. Yəni bu cür mənimsəyə bilərsiniz. Yəni həmin o misalı deyirəm, işləyə bilərsiniz. Sonra isə məsələn toplunu bitirdiniz, mövzunu topludan bitirdiniz. Ardından siz yoxladınız, yəni səhvləriniz çıxdı. Tutaq ki, məsələn 4 dənə səhviniz çıxdı. Həmin səhvlərinizin izahlarına baxın YouTube-dan. Baxdınızmı? Baxdıqdan sonra isə başlayın o səhvlərinizi yenidən yazmağa, yəni yenidən artıq yazırsınız. Səhvlərinizi orada necə izah eləyiblərsə, bu səhvlərinizə hansı ki 4 dənə səhv eləməmisiniz, onları həftənin bir günü seçin ki, məsələn bu gündən riyaziyyatımın səhvlərində də baxacağam. Yəni digər dərslər işləyəcəm, amma riyaziyyatın səhvlərində də baxacağam bu gündən. O səhvləri, baxdığınız səhvləri, hansı ki izahına baxdığınız səhvlər var, onları başlayın. Məsələn, izahda nə demişdi? Necə yazmışdı? Siz də başlayın onu kim yazmağa çalışmağa. Yəni başlayın həmin səhvlərinizi yazmağa çalışmağa. Yoxlayın. Yəni düz çıxarsa demək nə gözəl. Düz çıxarsa nə gözəl. Siz artıq mövzunu, misalları tam mənimsəmiş oldunuz. Əgər səhv çıxarsa yenidən baxın, yenidən çalışın. Heç nə üçün gec deyil, yəni. Əgər səhviniz varsa düzəltməyə çalışın. Belə. Sonra deyək ki, toplar da bitirdiniz. Toplu, yəni birinci hissədə bitdi, ikinci hissədə bitdi. Artıq imtahana bir ay qalmış. Yəni bir ay qalmış məncə bitər. Yəni düşünürəm ki, bitməlidir, yəni bu hər iki hissədə. Bitirdikdən sonra isə başlayın buraxılış sınaqları işləməyə. Çünki buraxılış sınaqlarıdır, hamısı yəni imtahanda necə düşürsə, ona oxşarlar düşür. Əgər imtahan, məsələn, deyək ki, buraxılış sınağından az yığmısınızsa, siz gedib imtahandan çox yığacaqsınız. Niyə? Çünki imtahan sınavlara nisbətən biraz asan olur. Yəni oradakı balınızla buradakı balınızın arasında fərq olacaq. Ona görə də yəni əgər sınaqlardan az yığırsınızsa, qətiyyən necə deyirlər, qorxmayın, təlaşlanmayın ki, yox mən imtahanda da yaza bilməyəcəm. Əksinə, yəni biraz az yığırsınızsa, az nəyə deyirəm? Az yəni 50-60 baldan söhbət getmir. Ümumi 50-60 baldan yox. Əgər riyaziyyatdan 60 bal nəticə göstərirsinizsə siz buraxılış sınağında, demək ki, buraxılış imtahanında da ən az bir 80-90% nəticəniz olacaq. Yəni ən az bu nəticəni göstərmək lazımdır ki, imtahanda da yüksək nəticə göstərirsiniz. Bir də məsələn keçən illərin, eniş ilklərin, ümumiyyətcə bütün illərin buraxılışlarını işləmək lazımdır. Bu günə kimi düşmüş sual tiplərini işləmək lazımdır ki, siz biləsiniz ki, hansı misal necədir. Bütün yəni misalların ümumiyyətcə
İçini çölünü bilmək lazımdır. Hər şeyini bilmək lazımdır ki, siz artıq imtahanda onun tipli bir sual düşəndə görən kimi yazasınız ki, hə, mən bunun işləmişdim, bu tiplisini işləmişdim, mən bu misaldan xəbərim var. Yəni ona görə də buraxılış sınaqlarıdır, əvvəlki illərin buraxılışlarıdır. Bunları işləmək faydalıdır. Tək riyaziyyatdan yox, ümumiyyətcə bütün fənlərdən də. Yəni əvvəlki illərdən düşmüşlərdən işləmək yaxşıdır. Çünki bilirsiniz, din biraz təkrarçıdır. Yəni keçən il saldığını bu il də sala bilər. Eyni sual da sala bilər və yaxud da biraz fərqlisini də sala bilər, amma yəni salacaq. Ona oxşarlarını da salacaq. Ona görə də işləmək lazımdır hər birini. Əlavə kitab, yəni bilirsiniz ki, hər gün, bunun əvvəlki videomda demişəm, hər dəfə bir kitab çıxır. Ay MHM-dir, nə bilim Güvəndir, hər biri. Bunların hamısını işləyib çatdırmaq ola bilməz. Dilim də dolaşdı. Bunların hamısını işləyib çatdırmaq olmaz. Ona görə də ki, sadəcə toplunu işlədirsə rahat olun. Yəni toplunu işlədinizmi, ondan sonra başlayın buraxılış sınaqları işləməyə. Yox, əgər hələ də özünüzü biraz zəif hiss edirsinizsə, mövzu sınaqları var. Müxtəlif mövzu sınaqları işləyə bilərsiniz ki, hansısı yəni mövzudan zəifsinizsə, başlayın o mövzunun mövzu sınağını işləməyə. Belə. Yəni məncə bu qədər kifayətdir, bu qədər məsləhət, bu qədər taktikalar. Mən yəni belə eləyirəm. Şükür Allaha ki, yəni mən ümumiyyətcə riyaziyyatdan nifrət eləyirdim. Yəni heç sevmirdim riyaziyyatı. Ümumiyyətcə üzünü açmaq istəmirdim. Sadəcə artıq riyaziyyatı necə deyərsiniz, çox deyil bir sevmirəm, ancaq artıq yaza bilirəm. Məsələn, sual görəndə başlayıram onu işləyə bilirəm. Əvvəllər qətiyyən işləyə bilmirdim. Məsələn, ümumiyyətcə riyaziyyat sual görəndə keçirdim ki, riyaziyyatda. Nədir ki, yəni riyaziyyatda, ona görə də yəni bir dənə bu il demək olar ki, mən riyaziyyatı az da olsa, cüzi də olsa sevməyə başlamışam. Belə. Bu qədər uşaqlar, gedin yəni oxuyun. Verdiyim taktikaları işlədə bilərsiniz. Yəni riyaziyyatdan bundan o yana məncə taktika yoxdur. Yəni mən düşünürəm ki, bundan o yana yoxdur. Sadəcə yəni səhvlərinizin üzərində işləməyi bacarın. Zəif olduğunuz mövzuları daha çox təkrarlayın. Bilirsiniz ki, məsələn, hansı mövzudan rasional kəsirlər. Bundan əgər zəifsinizsə başlayın onu düsturanı əzbərləməyə, işlətməyə, necə deyirlər, çoxlu misal həllərinə baxın. Yəni zəif mövzuların üzərində daha çox işləmək lazımdır. Nəinki güclü olduğunuz mövzular. Güclü olduğunuz mövzuları da yəni elə başına buraxmaq lazım deyil. Onları da işləmək lazımdır. Prosta zəif mövzuları birazcıq yəni asan bildiyiniz mövzulara nisbətən daha çox işləmək lazımdır. Belə. Bəzən yəni gec-gec video oturam çünki dərslərim çox olur, biraz çatdıra bilmirəm, amma çalışıram ki, hər mövzuya, hər bir fənnə ayrı-ayrı toxuna bilim. İnşallah yəni bu buraxılış fənləri bitdi. Blok fənlərinə keçəcəm. Blok fənləri mən 3-cü qrupam deyə sadəcə 3-cü qrup üçün blok fənləri çəkəcəm. Belə. Sağlıqla qalın. Gedin dərslərinizi oxuyun. Yaxşı olacaq hər şey.